Əvvəlcə biraz qalxdı yüksəyə, sonra düşdü və mən başladım analiz eləməyə. Çünki belə primitiv yanaşma ilə heç nə əldə eləmək olmur. Bu onun bir daha göstəricisidir. Harda səhvlər olub, onları da anladım və sizinlə biraz bölüşəcəyim bu gün də ki, siz də özünüzə uyğun bir o qızıl traderi seçə biləsiniz. Reytinqlər aldadıcı ola bilər və aldadıcıdır. Burada siz bayaq dediyim kimi yüksək gəlir faizinə baxıb aldanmayın. Çünki yüksək gəlir faizi bu ola bilər ki, son bir həftə ərzində olsun, son 2 həftə ərzində, bəlkə də ümumiyyətlə bu 2 həftə də bu adam trade edir. Yəni bunun əsasında seçim etmək düzgün deyil və bu qısa müddətli ola bilər. Burada bax digər platformalarında yoxdur. XM-də nə yaxşıdır ki, bütün tarixçəyə baxmaq olur. Və yüksək gəlirləri açsaz, indi açsaz baxsaz ki, ən yüksək gəlirlər adətən 2 həftədir, 3 həftədir, 1 ayı trade edirlər. Və 1 ay ərzində yüksək göstərici çox güman ki, bu sadəcə şans məsələsidir. Yəni bu məsələdir ki, bu insan yaxşı, tutaq ki, 1000 nəfər bu işə başlayıb, onlardan 300-ü yaxşı nəticə göstərib 1 ay ərzində və onlar topda qalıblar. 700-ü çıxıb artıq bazardan və bu sizə alada bilər. Çünki bu 1 ay ərzində olan nəticədir, növbəti ayda artıq bu nəticəni verməyə bilər və çox güman ki də verməyəcək.